Bəs qadına nə tövsiyə eləyək ki, bir cümlədə hər şey olsun? Ona da deyək məhəbbət göstər həyat yoldaşına. Təbii ki, xanımın həyat yoldaşına məhəbbəti olmalıdır. Amma bu ən mühüm tövsiyə deyil. Qadınlar təbii ki, həyat yoldaşını sevirlər. Amma ən vacib tövsiyə qadına bu deyil. Bəs nədir? Qadına da bir cümlə deyəsi olsa, xanımlar da var məclisdə eşitsinlər. Qadına bir cümlə ilə tövsiyə eləsək, deməli ki, həyat yoldaşına qarşı təvazökar ol. Bu da qadının tövsiyəsi. Kişinin qadından, kişinin psixoloji tipini müəyyən eləsək, kişinin istəyinin nədən ibarət olduğunu desək, kişinin bir istəyi var qadından ki, qadın onun müqabilində təvazökar olsun, qadının da bir istəyi var kişidən ki, kişi ona məhəbbət göstərsin. Bu iki qızıl cümlədir ki, buna ölənə qədər ailədə riayət olunsa, ailənin demək olar ki, bütün problemləri həll olunur. Amma buna əməl eləməkdə bir nə qədər şeylə mübarizə aparmalısan içində. Ona görə deyirəm, bu açardır, kilitdir. Qadınlardan soruşasan, indi hakiki çox salıblar, qadın, kişi hüququ, qadın hüququ filan. Amma qadının özünü çəkəsən xəlvətə, qulağına deyəsən ki, xoşlayırsan ki, həyat yoldaşın sənə itaət eləsin, deyəcək, yox valla. Neynirəm o kişini ki, mənə itaət eləyəcək. Ola bilər müsahibə verəndə başqa söz desin. Amma ürəyinin sözünə baxsa, qadın olaraq, qadın kimliyinə müraciət eləsə, qadın istəmir ona itaət eləsinlər. Bu qadına xas xüsusiyyət deyil. Amma kişi xoşlayır. Ona görə yox ki, kişi xəstədir. Ona görə ki, kişidə Allah qüruru fərqli şəkildə yaradıb. Kişinin qürurunu qorumağından xoşu gəlir ki, həyat yoldaşı onun qürurunu qorusun. Qadının ən mühüm vəzifəsi həyatda, ailə həyatında. Kişinin qürurunu qorumaqdır. Kişinin qürurunu saxlamaqdır. Qüruru sındırmamaqdır. Kişinin əsas vəzifəsi budur ki, qadına o qədər məhəbbət və mərhəmət göstərsin ki, uşaqlar da ibrət alsın, desinlər, ananın ürəyini sındırmaq cinayətdir. Bunu ata göstərməlidir. Anaya qarşı kobud söz demək cinayətdir. Ata o qədər məhəbbət göstərsin analarına. Qadın kişini çağıranda elə sözlərdən istifadə eləsin ki, orada təvazökarlıq var. Kişi qadını çağıranda elə sözlərdən istifadə eləsin ki, mən burada ailə dərsi demirik deyə, yəni dərs deyil, auditoriya deyil ki, başlayaq o ifadələrdə işlədə, biraz yaxşı çıxmır, ağsaqqallar var məclisdə. Yəni, amma bu elmi mövzu kimi mən bunları deyirəm. İndi bir kişi də məsələn bu təvazökarlıqdan sui-istifadə eləyəcək, təkəbbür eləyəcək, o xəstəlikdir, o istisnadır, o başqa məsələdir.